Hər vaxtınız xeyir, sizi və tamaşaçıları salamlayırıq. Hazırda Şahdağ Turizm Mərkəzindəyik və bildiyimiz kimi 31 yanvar dünən və bugün 1 fevral tarixində xizək yarışı üzrə Heydər Əliyev kuboku həyata keçirildi. Bu tədbir maraqlı məqamlarla yadda qaldı. Mən istəyərdim ki, ən dəqiq məlumatları Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfovdan eşidək. Xoş gördük sizi. Maraqlı tədbir münasibəti ilə təbrik edirəm. Daha ətraflı Rüstəm müəllim sizdən eşidək. Daha ətraflı deyə bilərəm ki, bu turnir artıq 4-cü dəfədir ki, ənənəvi hal olaraq Şahdağda keçirilir. Bu həm snowboard, həm də ki, dağ xizəyi üzrə keçirilən yarışdır. Maraqlı yadda qalan anlardan oldu ki, ən kiçik iştirakçının 3 yaşı var idi və ən yaşlı iştirakçının 72 yaşı var idi. Hətta o öz yaş kateqoriyası arasında birinci yeri tutmuşdur. Ümumiyyətlə, belə bir yarışların Şahdağda keçirilməsi həm idmana, həm turistlərin sayının artırılması töhfə verir. Eyni zamanda bildiyiniz kimi Şahdağ Turizm Mərkəzində mart ayında 3 mötəbər yarış keçiriləcək. Xizək alpinizmi üzrə Dünya Kuboku, Xizək alpinizmi üzrə Avropa çempionatı və Beynəlxalq Xizək Federasiyasının Moqul növü üzrə Dünya Kubokunun final mərhələsi məhz Şahdağda keçiriləcək. Bu da o deməkdir ki, artıq Şahdağ dünyada tanınır. Burada olan homoloqasiya olunmuş xüsusi xizək enişləri dünya standartlarına cavab verir və nəticə olaraq bu il və növbəti illərdə dünya səviyyəli mötəbər yarışların məhz Şahdağda keçirilməsi nəzərdə tutulur. Biz sizə minnətdarıq. Qarşıdakı yarışlarda hazırlıq prosesində sizə uğurlar arzu edirik. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli tamaşaçılar, mənim bugünlük Şahdağdan bu maraqlı tədbirdən çatdırmaq istədiyim məlumatlar bundan ibarət idi. Buyurun, söz yenidən sizdə.